Salam aleyküm. Güzel yaz havasıdır. Külək var. Təzə alır. Külək sərinlikdir. Hələ ki məncə adam ancaq müsbət bir hisslər alır bu havada işləmək. Deməli Kia Sorento 2010-cu il. Yəqin ki Damkratı qaldırmağı və təkərin açılmağını izah etməyə heç ehtiyac yoxdur, maşallah. Hamı Azərbaycanda avtomobil sevəndir, bunu bacarır. 5 boltdadır. Amma bir dənə tövsiyə var ki məndə, Damkratı qaldırmamışdan qabaq boltları möhkəm bağlı olduğunu üçün birinci onu açmaq lazımdır. Damkratı qaldırmamışdan qabaq. Yəni orada möhkəm yerində tam boltların çarpmır. Açandan sonra lazımdır Damkratı qaldırmağı. Çünki Damkrat bu nəzərdə tutulmayıb ki, bunun üzərində böyük bir işlər görürsün. Yüngül, təkər dəyişmək belə. Ne edirik biz nakladka əyləcin nakladkası dəyişirik. Tərcüməsini bilmirəm, nakladka nədir? Almışam. Şasidən bir neçə var idi. Bu dediklərinə görə Koreyandır. Bilmirəm. İndi yoxlayacağım. Qabaqcadan demişəm ki, problem olmasa, problem üzr istəyirəm olsa qaytarmaq olacaq. Dedi, hə, bizim mütəxəssislər baxandan sonra olacaq. Üzərində olan Koreyadan gələn, mən bunu 2021-dən sürürəm də. 20-dən. HiQ. Şasidə var idi. HiQ. Nəsə bundan baxaydı. Amma belə mən rus demişəm, внешне, zahiri nəsə bu nakladkadan hoşum gəldi. Orijinal 90 manat. Davam edək. Bunu açmaq üçün nə lazımdır? Super. Onu da bildirim sizə. Sürüsü yağ almışam. Sürüsü yağ. Başka bir dükan. Orada biraz Rusiyanın malıydı. Şasidə biraz baxayım. Nə üçündür? Müsbət 160 dərəcə temperatura dözən bir yağdır. Qrubu görə lit oldu, ancaq yüksək temperatura davamlı gətirən bir super yağdır. Fikrim var, bax bu superlar var, gedib gələn, ondan sonra İndi nə izah edeyim sizi? Bunu açmaq üçün sadəcə olaraq 2 dənə bolt var. Bir, burada da bilmirəm görsənir yoxsa yox. İkinci bolt da oradadır. Bu bir. Deməli, boltun nömrəsi 14'dür. Boltun nömrəsi 14'dür. Bu 1 və 2. Mən əvvəlcədən VDŞka vurdum. Fikir arasında deyəndən. İndi əlimdə olan A40 idi, fərqi yoxdur. Sonradan çox rahatla açdım bunu. İndi bunu açandan sonra sizə baxın. Belə boltik, onu da sonra yağladıq. Gələcək üçün. Sonra bu ikincisi elle açılmır. Elle açılmır. Biz bunu bir şey açarlar. İşin 90% açarlar. Görürsün ne rahattır. Yağ kimi gelir. İndi hansısa başka açar olsaydı, ona göre mən həmişə demişəm, işin ustanın 90% açardı. Mən bunu çəkməyin məqsədim nədir, onu da deyeyim. Rusiyanın YouTube kanallarına daxil olanda baxırsınız ki, nə desiniz vardı. Aha, bak bu momentdə çıxdı, super. Bunu indi soranda bunu da yağlayıram mən. Bakın, super çıxır. İndi onu da göstereceğim. Rusya kanallarında hamısı izah eləyir. Bizdə sanki bizimkiler sir kimi saxlayır. Sənət də deyil deyəm ki, nakladka dəyişmək böyük bir nə bilim nə tələb etmir. Biliklər tələb etmir. Tak.
Diskin özü baxıram ki, idealda dəyişilsəydi yaxşı olardı. Amma yonulsa, bilməm. Bax, bura ucu toxunur bortiklərə. Yonulsaydı əla olardı. Nə edək? Nə edək, onu sorum yəqin ki, edərik. Hələ ki bu. Koreya maşınıdır, Koreyadan gələn avtomobildir. Görürsünüz, burada hamısı yetişib. Bu vtulkalar falan, burada asta yetişmə ərəfəsindədir. Dəyişilməlidir. Yamama olsaydı özüm dəyişərəm, amma belə mənim fikrimcə professionalların ustam servisindən istifadə edəcəm. Baxın, vtulkalar yaxından çəkirəm. Baxmayın da 15 ilin keçir 16 ilə yaxınlaşır. 15 ilin avtomobili. Belə, ona kimi dözüb, ona da şükür, indi görək Çin avtomobilləri neçə il dözəcək. Tak, açdıqca çəkib göstərəcəm sizə.